Qaqa, borçlarım dəhşət çox alıb. Kartımda da axırıncı 200 manat pulum qalıb. Onunla da kredit ödəyəcəm. Mənə nə çağırdınız? Qaqa, narahat olmayın, otur, çay içəcəyik. Hayır, oradan bir çaylık çay verə görək da. Yaxşı, qaqa, onda bir dənə tayini tip gedirəm. Bu nədir? Kim? Mən sizin babanızın vəkiliyəm. Babanızın vəfatından sonra sizə küllü miqdarda miras qalıb. Özünüz və kart hesabınız haqqında məlumatları mənə göndərin. Pulu sizin bank hesabınıza köçürək. Ay ofisial. Buyurun müəllim. Qardaşım, bizə bir dənə yekə saz gətirirsən. Yanında turşusu, salatı, suyu. Nə var o bekli gətir stolda oldu. Başla müəllim. Hayır, bəyək sən ağlamırdın ki, mənim pulumuza da yoxdur, kredit ödəyəcəm. Və bir belə şey nə, sifariş verirsən bura. Sizin nəyinizə lazımdır? Siz yenisin kef eləyin də. Ürəyim partladı, qaqa, deyəcəm. Qaqa, mənim babamdan miras qalıb, miras. Ay, sən xəstəsən, sənin baban kətdə qoyun aparmırdı. Bu kişinin hardan mirasa çıxdı? Çox cumarki olar, fırıldaqçı da, bax sana deyirəm. Mənə də elə mesajlar gəlir. Nə fırıldaq, siz dəlisiniz, elə şey olmaz. Qardaşım, burada hələ SMS korunma var. Bunu aktivləşdirirsən, sənə bir də spam mesajlar gəlməyəcək. Nə danışırsınız, mən də bunu götürüb kart hesabınıza dokasıydı. Bax, indi mənə inandın, gördün. Sən də get kontakt proqramını yüklə, belə spam mesajlara sağ gəlməsin. Kimdə yazdı, nömrəsini vurasan sıra adına yazıqlar çıxacaq. Allah sizdən razı olsun, qaqa. Siz olmasanız, axırıncı pulumu da alacaq var, məndən. Qaqa, görürsən, dostlar gündə kanları yerdə rahat olmaz. Qaqa, gəl bunları aparayım, bunlar lazım olmaz. Seninle kayfın yamandı benimle.